Aziz dostlar, bugün aprel ayının 6'sıdır. Sizlere həqiqətən yəni gözəlliyi nə bilim, gördüyünə seçilən şamlardan biri olan dostlar, İtalyan şamlar haqqında danışmaq istəyirəm. Bizdə də qurtarmışdı, yenidən gəlir. Dostlar, bu şamlar bilirsiniz də, bilən kim bağında var, bilənlər bilir ki, bu həqiqətən çox gözəl şamdır. Bax, bunun quruluşuna fikir verin. Görürsünüz də qəşəng, bax, bunu var. Yeni qozalar da verib təzədən. Görürsünüzmü, bax. Yəni dostlar, bu şamlar, yəni adətən öyrəşmiş limonlu şam, leylan da şam, onlar da yansın ha. Amma dostlar, bu şamlar böyüyəndə bunun həqiqətən dekorasiyası çox gözəl və möhtəşəm olur. Və istəsəz sizlər də belə balacalar ölçülər, gəlib aparıb, özünüz aparıb böyüdə bilərsiniz. Ünvanım Zeyrəki, Bakı şəhəri Faiz qəsəbəsi. Ağacların güp şamı. Bundan gözəl şamlar. Gəlin aparın. Əziz dostlar, bugün aprel ayının 6'sıdır. Sizlərə həqiqətən yəni gözəlliyi nə bilim, gördüyünə seçilən şamlardan biri olan dostlar, İtalyan şamlar haqqında danışmaq istəyirəm. Bizdə də qurtarmışdı, yenidən gəlir. Dostlar, bu şamlar bilirsiniz də, bilən kim bağında var, bilənlər bilir ki, bu həqiqətən çox gözəl şamdır. Bax, bunun quruluşuna fikir verin. Görürsünüz də qəşəng, bax, bunu var. Yeni qozalar da verib təzədən. Görürsünüzmü, bax. Yəni dostlar, bu şamlar, yəni adətən öyrəşmiş limonlu şam, leylan da şam, onlar da yansın ha. Amma dostlar, bu şamlar böyüyəndə bunun həqiqətən dekorasiyası çox gözəl və möhtəşəm olur. Və istəsəz sizlər də belə balacalar ölçülər, gəlib aparıb, özünüz aparıb böyüdə bilərsiniz. Ünvanım Zeyrəki, Bakı şəhəri Faiz qəsəbəsi. Ağacların güp şamı. Bundan gözəl şamlar. Gəlin aparın.